Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiya alanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısını itirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlər tətbiq ediləcək. Artıq seçilmiş marketlər, apteklər və klinikalarda 40%-ədək endirimlər mövcud olacaq. İndirimlərdən yararlanmaq üçün şəxslər telefonlarına sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barcodu yaranır və kassada ödənişdən öncə kassirə təqdim etməklə endirim əldə etmək mümkündür. Sosial tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alan şəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərclərini azaltmaqdır. Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə olunmur və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Ancaq ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır.